Axşamınız xeyir dəyərli izləyicilər. Hər birinizi bir daha xoş gördük. Yeni video ilə və yenilik ilə sizin qarşınızdayım. Bizə çox sual verirdilər ki, sizin siqnal qrupunuz və yaxud da copy tradinginiz varmı? Cavab verirdik ki, əfsuslar olsun ki, yoxdur. Mən biraz da siqnal kanallarını falan sevmirdim. Amma copy trade bu gündən artıq fəaliyyətə başladıq. İstərdik ki, bu yeniliyi sizlərlə bölüşək. Copy tradingimiz bizim XM brokerində olacaq. Əlbəttə ki, bu danışdıqlarımız yatırım məsləhəti deyil. Kim istəsə sadəcə olaraq investisiya niyyətli qoşula bilərlər. Bizim açdığımız və yaxud da bağladığımız əməliyyatlardan yararlana bilərlər. Bu arada qeydiyyatdan keçə bilməyənlər üçün və yaxud da burada XM-də, brokerdə qeydiyyatdan keçməyənlər üçün aşağıda bir link qoyaram ki, oradan rahat keçid eləyib qeydiyyatdan keçə bilərsiniz. Gəlin daxil olaq. Bizim copy trade'ə necə qoşulmalısınız, onu sizlərə izah edim. xm.com sayta buradan daxil oluruq. İndi bunu sizlər üçün yeniləyək. Saytımız belə açıldı. Buradan əgər sizin belə deyim profiliniz yoxdursa, get started vurub buradan qeydiyyatdan keçə bilərsiniz. Əgər profiliniz varsa, əlbəttə ki, login vurub daxil ola bilərsiniz. Daxil olduqdan sonra profiliniz belə açılacaq. Burada sol bölmədə copy trading belə bir bölmə var. Bura daxil olursunuz. Bura daxil olduqdan sonra burada belə bir bölmələr açılacaq. İlk öncə özünüz üçün Create Investor klikləyib buradan investor hesabı açmalısınız. Create Investor Account. Buradan artıq yaradıldı. Burada görürsünüz balansınızı, burada margini, free margini falan hər bir şeyi buradan izləyə bilərsiniz və hesabınıza yəni yatırım edə bilərsiniz. Bu arada yadıma düşmüşkən bizdə investisiya belə deyək, copy trade investisiya deməyək də, yəni copy trade başlamaq üçün minimal depozit $200 lazımdır. Bu da bizim müəyyən strategiyamıza əsasən yəni $200 olmalıdır. Ona görə minimum $200 burada qeyd eləmişik. Burada axtarış bölməsi var. Buradan axtarışdan My Trade, bu əlbəttə ki bizim adımızdır. Artıq və burada görürsünüz ki My Trade Company buradan çıxdı. Və buradan klikləyirik və yaxud da kopya eləyirik və buradan belə deyim, indi burada depozitimiz falan yoxdur deyənə buradan belə bir gəlir və əsas odur ki, ada diqqət yetirin. Burada My Trade Company olmalıdır və buna belə deyim, burada da yazılır minimum invest $200. İndi bu günləri ilk əməliyyatımızı açmışıq. Artıq burada bir 4%, 5% artım var. Sadəcə olaraq yəni yenilənməyib, üzr istəyirəm. Və burada hər gün əməliyyatlar açırıq, bağlayırıq. Öz gündəlik nə əməliyyatları açıb bağlayırıqsa, burada da hamısı qeyd olunur. Bizdən çox belə soruşurdular ki, nəticə falan belə şeylər soruşurdular. Buradan da girib həm nəticələrimizə baxa bilərsiniz, həm də ki, buradan siz də yararlana bilərsiniz. Belə, bunu istədim sizlərlə bölüşüm. Aşağı həm də link qoyacağam. Oradan belə deyim, həm qeydiyyatdan keçə bilərsiniz, həm də ki bizim belə deyim, copy trade-ə qoşula bilərsiniz. Çox sağ olun. Zəhmət olmasa videonu bəyənin, like eləyin, komment yazın. Ümumiyyətcə trade-ə aid nə suallarınız varsa komment bölməsində yaza bilərsiniz və suallarınızı bizə verə bilərsiniz və biz də ona aid videolar çəkib sizlərlə bölüşərik. Çox sağ olun, minnətdaram. Yeni videolarda görüşərik.